İlk öncə ailə nə zaman müraciət etməlidir? Bax, uşaq əgər səslər reaksiya vermirsə, qapı səsinə, hər hansı bir əşyanın düşdüyü səsə və bunları izləmirsə, göz kontaktı yoxdursa, anaya, ataya reaksiya yoxdursa, diqqətlə onu baxıb izləmirsə, bu zaman həyəcan təbil çalmağına dəyər ki, mənim uşağımda problem var. Və ilk öncə biz deyirik ki, mütləq şəkildə uşağın eşitmə yoxlanılmalıdır. Eşitmə yoxlanıldıqdan sonra bizim müraciət etmək daha məqsədə uyğundur. Və uşaqda və həmçinin deyək ki, anlama, müraciəti anlama başa düşmürsə, əmrləri yerinə yetirməni bilmirsə, məsələn, hansı bir əşyanı deyirəm zibil qabına at və yaxud da mənə kartofu gətir, boşqabı yerinə qoy. Bunları uşaq bilmirsə, oyuncaqları qutuya yığ, səbətinə yığsın. Bunlarda o cür anlamaqda problemimiz varsa, mütləq şəkildə müraciət edilməlidir. Valideyn əsasən problemi qəbul edə bacarmır. Çox yol gəzir. Məsələn, bu həkimi dəyişdim, mən gedim başqa bir həkimə gedim. Bəlkə bu həkim başqa bir şey deyir. Və ya da bizim müəllimlər, mən bunun seansına getdim, 1 ay, 2 ay, yox, mən gedim başqasına bir nəticəsinə baxım, görüm o necə olur. Ən böyük səhvimiz elə bizim odur. Birinci, diaqnozu qəbul etməliyik. Uşağın olduğunu qəbul etməliyik və onun üzərində axtarışlar etməliyik. Yəni Google-da o qədər axtarışlar var. Baxmalıyıq. Ondan sonra və bir müəllim hansı işləyirsə, onun ardınca getməliyik və onun dedikləri ilə bərabər şəkildə valideyn və müəllim ortaqlı şəkildə iş apardığı zaman çox yaxşı nəticələr əldə etmək olur. Və tez bir zamanda da olmuyor. Yenə deyirəm, diaqnoza baxılır. Əsasən problemimizə baxır ki, nədir? Yəni bu uzun müddətdə çəkə bilər, tez bir zamanda nəticəsi ola bilər. Əsas yəni diaqnozdan barışmaq. Bizim ən yaralı yerimiz odur ki, valideynlər diaqnozu qəbul etmək istəmirlər. Bu da valideynlər psixoloji sağlamlıq tələb edir. Və asan deyil bunu qəbul etmək. Bu danışmır, nitqi yoxdur. Mən ona hər bir şey mən yerinə yetirirəm. Uşağı yeməyi mən yedirim, uşağın üstünü mən geyindirim. Bu bizim ən yaralı yerimizdir. Hətta bir də görürsən 4-5 yaşında uşaqdır, kurtkasını geyinə bilmir, başına papağı taxmaqda çətinlik çəkir. Ayaqqabını ayağına, yəni istiqamətli şəkildə ayağını ayaqqabının içərisinə yerləşdirməkdə çətinlik çəkir. Yəni bunlar uşağın nitqidir, davranışıdır, hər bir şeyinə təsir göstərir. Hətta deyim özünə xidmət bacarıqları zəif olan uşaqların özgüvəni də çox zəif olur. Yəni mən bunu yerinə yetirmədim. Onsuz da mamam geyindirir, mamam şalvarımı, corabımı geyindirir. Bu da özgüvən zəifliyi də ortaya çıxardır və nitqinə də mütləq şəkildə təsir göstərir. Yəni təsadüf çox olur. Məsələn, deyir ki, uşağa bu adı qoydum və bu ada görə uşağın nitqində problem ola bilər. Biz gedək molla yanına və uşağın adını dəyişək, başqa bir adla, dini ad qoyurlar uşağa ki, indi bu adla müraciət edək. Bu da uşağa biraz mənfi təsir göstərir. İstərsən uşaq 3 yaşdır və ya 4 yaşdır, 3-4 ildir bu adı eşidir, algılayır. O adla müraciət olunanda indi istərsə nə qədər varsa göz kontaktı qurur. İndi birdən-birə adı dəyişildiyi zaman uşaq da qalır ki, bu nə addır mənə deyilir də. Bizim üçün də çətin olur bu prosesi tənzimləmək. Deyim də, autizm bir xəstəlik deyil, sağalsın. Deyim, qızdırma yox və yaxud da hər hansı bir orqanda çatışmamazlıq yox. Bu sağalan bir şey yox. Sadəcə korreksiya eləmək mümkündür. Nə qədər erkən bir zamanda müdaxilə olunsa, düzgün bir mütəxəssisə yönəlilsə, korreksiya eləmək mümkündür. Tam düzəlirmi? Baxır şiddətinə deyək də, vəziyyətinə baxır. Amma korreksiya eləmək mümkündür, bəli. İstədiyimiz etaplara gələ bilirik. Heç olmasa ən azından bəzən olur ki, hər hansı bir prosesləri özünə saxlaya bilir. Saxlamaq bir problemlərimiz ortaya çıxır, amma tam-tamına %100-lük nəticə olurmu, indiyə qədər görməmişəm. Öz-özünə yox. Yaş ilərlədikcə düzdür, bəzi sakitləşmələr, bəzi proseslər olacaq, amma o öz yaşındakı uşaqla seçiləcəkdir. Başa düşdünüz? Məsələn, 3 yaşında uşaq, 5 yaşındakı uşaqla fərqlilik olacaqdır. Yaş özünü göstərir, sakitləşmələr olur, amma istədiyimiz öz səviyyəsində olmayacaq. Mən 5-6 yaşdan tez r səsini işləmirəm. Yəni 6 yaşdan tez r səsi götürmürəm. Çünki uşağın hər yaşın deyilmə fizioloji quruluşu var. Ona görə uşaq 6 yaşa qədər r səsini qoya bilər. Yəni deyə bilmir. Amma 6 yaşında bəlkə də qoya bilər, düzəldə bilər. Şəxsən mənim oğlumda, mən həmişə valideynlərə misal çəkirəm. Mənim oğlum birinci sinifə getdiyi zaman r səsini deyə bilirdi. Yəni mənim öz uşağım olsa belə hətta. Yəni bu normaldır. Əgər o 6 yaşlı birinci sinifdə uşaq r səsini tələffüz edə bacarmırsa, mütləq şəkildə loqopedə müraciət olunmalıdır ki, tez bir zamanda korreksiya olunsun. Sonra istərsiniz uşaqlar öz yaşlarında dala qalacaq, nitqində ifadə eləməkdə r-nı, l-nı, y-nı əvəz edəcəkdir. Əgər h səsini əvəz olunursa, o biraz tez bir zamanda onu müdaxilə etmək lazım. Y və l səsinin əvəz olunursa r səsi, onu bir 6 yaşı gözləmək olar. Örnək verə bilərsiniz?
radio sözüdür. Yadio, və ya da ladio, və ya da radio. R-nı ğ ilə boğazdan verirsə, bu ən çətin tələffüz deyək də, qüsurlu tələffüz olur və onun korreksiyası biraz uzun müddət çəkir. Və onu ilk öncə biz l ilə, y ilə əvəz etmək prosesi gedir. Ondan sonra r-ya formalaşdırırıq. Amma l və y ilə əvəz edirsə söz, məsələn, armud sözünü aymud, almud belə deyirsə, onu r-ya çevirmək daha asan olur. Nəinki ğ ilə əvəz edirsə, ağmud, radio və ya da rabitə sözü rabitə. Fransızlar üçün. O da ğ buradan vibrasiya verdiyi üçün, ğ səsini elədiyi üçün o proses biraz uzun çəkir. Yaşı çox olduğu zaman o səsin nitqi avtomatlaşdırma prosesi biraz çətin olur. Düzəltmək çətin olur. Deyirəm, məsələn, birinci sinif etapında olduğu zaman daha bizə də asan olur. Uşaq hərfi keçir, səsləndirir, mətnləri oxuyur. İstərsəmiz onu elədikcə avtomatlaşdırması daha asan olur. Və tez bir zamanda uşaq uyğunlaşır. Amma biraz yüksək yaş olduğu zaman o tələffüz edə biləcək. Sadəcə o nitqində avtomatlaşdırma biraz çətin proses gələcəkdir. Bu ən ağır problemlərdən biridir. Kəkələmə deyək də. Düzəlirmi? Kəkələmə mən həmişə deyirəm ki, özünü idarə etməlidir. Nə qədər ki, uşaq özünü idarə edəcək, o zaman bu tənzimləyəcək, kəkələmə düzələcəkdir. Yox, uşaq özünü idarə etmirsə, bu yenidən qayıdacaq, yenə o problemi görünəcəkdir. Özünü idarə edəndə Nəfəslə, düzgün danışıq, nəfəsini saxlayaraqdan özünü idarə edəcək, tələsməyəcək, fikrini ifadə etdiyi zaman tələsərəkdən danışmayacaq. Əsasən nəfəsi idarə etmək şəkildə davam elədirsə, qəşəngcə nitqini kənar şəxslərə çatdıra bacarır. Yox, o idarə etmə yoxdursa, biraz çətin olur proses. Müstəşəl idarə etmə. Yəni kəkələmə ən əsas problemlərdən biri idarə etmədir. İdarə etmə varsa, kəkələmə keçib gedir. Ailəvi problemlər deyək, yəni bu psixoloji bir seansa gedib çıxır. Ailədə olan münaqişələr, sonra yeyinti problemləri, çox abur-cuburlar, bunlar kəkələməyə çox təkan verən bir şeylərdir. Şirin məhsullar deyək, sonra yuxusuzluq, gec saatda yatmalar, sonra telefon, televizorda, telefonda oynanılan oyunlar, bunlar kəkələməyə, yəni həyəcan yaradır və yaxud da o döyüş səhnələri deyək ki, oyunda hansı bir yolu mən keçmədim, həyəcan yaradan, bu proseslər kəkələməyə təkan verən bir nüanslar olur, əsas götürülür. Ən çox telefon, televizor. Bu problemləri görən, bir də valideynlərin uşaqlarla söhbət aparmaması, oynamaması. Bizim dövrümüzdə biz çox oyunlar oynayırdıq. Yəni kiçik uşaqlar olsun, məhdud uşaqlar olsun, nə qədər oyunlarımız, bütün oyunlarımızın hamısı da diqqətə yönəlirdi və fikirləşirdik, tapırdıq nə etmək olar. Amma indi uşaqlarda bu proseslər yoxdur. Hamısından da telefon, televizor və baxır, o da istərsəmiz bir tərəfli ünsiyyətdir. Ünsiyyətdən də geri qalır. Oradan sadəcə alır, vermir, ifadə eləyə bacarmır və bu ən çox qlobal problemlərdən biridir. Yəni telefon, televizor mən ən çox gördüyüm problemdir. Bir də bir neçə dildən istifadə olunması. Yəni biz həmişə deyirik 3 yaşa qədər uşaqlara bir dildə müraciət olunmalıdır. Evdə hansı dil danışır, o formada müraciət olunsun. 3 yaşından sonra uşaq tam şəkildə özünü ifadə edə bacarırsa, digər dilin öyrədilməsi çox asan olur. Nəinki sən uşağa bütün dillərdə danışırsan, uşaq o qarşı-marşı qalıb ortada bir şey olur. Nə o tərəfdən deyil, nə bu tərəfdən olunur. 3 yaşına qədər mütləq bir dildə danışılmalı və 3 yaşa qədər telefondur, televizordur, kompüterdir. Bunları yəni uşaq tanımamalıdır. Mütləq də oyunlarla oynanmalıdır. Oyuncaqlarla təması daha çox olmalıdır. Uşaqlar sosiallaşma, oyunlarla oynama və ana-atanın əhatəsində olmalıdır. Yəni uşağı qəbul eləsinlər. Diaqnozla barışsınlar, qəbul etsinlər. Baxır problemə, uzun da yol gedə bilərik, qısa yolda gedə bilərik. Yəni bezmədən, usanmadan səbirli olmağı arzulayıram və deyirəm ki, yəni nəticəsi olur. Bərabər şəkildə işlədiyimiz zaman hər bir şeyin nəticəsi olur. Uşağı sevsinlər. Kim nə istəyir desin, yəni buna fikir vermədən uşağı qəbul edərəkdən onun üçün lazım olan bütün prosesləri eləmək lazımdır, təşkil etmək lazımdır. Təşəkkür edirəm. Sağ olun.